Salam, hər vaxtınız xeyir olsun. Hazırda Avropanın İCMW orta mənzilli hava tədqiqatları mərkəzinin rəsmi olaraq web səhifə üzərindən birbaşa olaraq yağıntı parametrlərinin təhlilləri ilə tanış oluruq. Yəni, Qafqazın cənubu Azərbaycan arasında yaxın günlərdə yağıntıların intensivliyi haqqında və hansı rayonlara daha çox təsir etməsi haqqında son dəqiqə məlumatları və bu modellərin yenilənmiş məlumatların təhlilləri tanış oluruq. Xüsusilə də iyun ayının 14-də gördüyünüz kimi Gəncə, Qazax, Kiçik Qafqaz, Mərkəzi Aran, Dağlıq Şirvan və Böyük Qafqazdakı yağıntı buludlarının hər keçən saat genişlənməsi və güclənməsi gözlənilir. Deməli, iyun ayının 14-ü kifayət qədər risklidir. 14 iyun tarixi. 14 iyun 2026 günorta saatlarında bu Kiçik Qafqazda, Gəncə, Qazaxda və Böyük Qafqaz, Dağlıq Şirvan, hətta Abşeron cənubundan da bir sistemin keçməsi potensialı var. Kiçik Qafqazın Daşkəsən, Gədəbəy, Kəlbəcər, Şuşa, Laçın, Xankəndi, Zəngəzur, Zəngilan, Naxçıvan, Dağ kəndlərində Zəngəzur istiqamətindəki buludların hətta Füzuli, Horadiz, Hadrut, Beyləqan, Mərkəzi Aranın Ağcabədi rayonlarına doğru yayılması potensialı var. Oradan da təqribən Sabirabad, Hacıqabul, Dağlıq Şirvan və Böyük Qafqazın Quba, Qusar, Xasmaz, Şabran, Xızı, Siyəzən və Abşeronun cənubunda da Laqqar yağıntı prosesləri gözlənilir. Ən intensiv yağıntı Kiçik Qafqaz, Naxçıvan dağ kəndlərində və Böyük Qafqazın Dağlıq Şirvan arasında gözlənilir. Yəni 14 iyun tarixində leysan və dolu potensialı Kiçik Qafqazda, Böyük Qafqazda, Laqqar xarakterli Mərkəzi Aranda və yardımlı Lerişin dağ kəndlərində gözlənilir. Abşeronun cənubundan bir lokal bir sistemin keçməsi potensialı var 14 iyun tarixində. Bu sistemin real zamanda güclənməsi baş verərsə, burada bir şimşək, ildırım, leysan prosesi baş verə bilər. Bunu izləmək çox vacib sayılır. 14 iyun 2026 tarixi axşam saatlarına doğru bu sistem Kiçik Qafqazda, Zəngəzurda, Ərdəbil, Təbriz və Cəlilabad asırlarda aktiv olacaq. Abşeronun cənubunda yenidən 14 iyun tarixində günün ikinci yarısında növbəti bir sistemin keçməsi, hətta burada bir sistemin bir qədər bir güclənməsi potensialı var. Bu prosesləri birbaşa peyc və radar məlumatının təhlilləri əsasında son dəqiqə izləmək vacib sayılır. 14 iyun axşam saatlarına doğru 14 iyundan 15 iyundan keçən gecə Kiçik Qafqazda, Naxçıvanda və Böyük Qafqazda lokal leysan və dolu potensialı var. Bu riskləri nəzərə almaq lazımdır. 15 iyundakı prosesə biz baxaq. 14 iyundan 15 iyuna keçən gecə Mingəçevir, Gəncə, Daşkəsən, Gədəbəy, Göygöl, Goranboy rayonlarında və Naxçıvan dağ kəndlərində lokal bir şimşək, ildırım, dolu prosesləri gözlənir. 14 iyundan 15 iyuna keçən gecə bu Mingəçevirdəki sistem hər keçən saat güclənəcək və tədricən Mərkəzi Aranın bu Bərdə, Ağcabədi, Zərdab rayonlarına doğru və Tərtər rayonlarına doğru, eyni zamanda Ucar, Kürdəmir, Yevlax rayonlarına doğru yayılacaq. Deməli, 14 iyundan 15 iyuna keçən gecə bu Mərkəzi Aranda lokal leysan, dolu, ildırım prosesləri gözlənir. Kiçik Qafqazda, Naxçıvan dağ kəndlərində də 14 iyundan 15 iyuna keçən gecə leysan və dolu potensialı var. 15 iyun günün birinci yarısına doğru bu sistem Mərkəzi Arandan Dağlıq Şirvana doğru yayılacaq. 15 iyun artıq səhər saatlarda bu sistemin Mərkəzi Aranın eyni zamanda bu Dağlıq Şirvanın hətta Bakı, Abşeron arasına doğru yayılması. Deməli, bu Dağlıq Şirvanın Qobustan, Mərəzi ərazilərindəki topa yağış buludlarının 14 iyundan 15 iyuna keçən gecə və 15 iyun gün ərzində Sumqayıt istiqamətinin Abşeron arasına doğru yayılması potensialı var. Bu riski nəzərə almaq lazımdır və birbaşa peyc və radar məlumatların təhlilləri əsasında son dəqiqə məlumatları kanalda yayınlanacaq. Deməli, Quba, Qusar, Xasmaz, Şabran, Xızı, Siyəzən, eyni zamanda Qobustan, Mərəzi ərazilərində topa yağış buludlarının 14 iyundan 15 iyuna keçən gecə və 15 iyun gün ərzində aktiv inkişafı gözlənir. Bu sistemin bir qolu Bakı, Abşeron, Sumqayıt arasında daxil olacaq. 15 iyun artıq səhər saatları günün birinci yarısına doğru baxın, Xəzər dənizinin bu Abşeronun şimalında ciddi bir topa yağış buludlarının aktiv inkişafı gözlənir. Quba, Qusar, Xasmaz, Şabran, Xızıda lokal leysan və dolu potensialı var. 15 iyun artıq günorta saatlarına doğru bu konvektiv aktivliyin orta troposferdə daha da güclənməsi və hər keçən saat bu sistemin güclənməsi potensialı var ki, 15 iyun günorta saatlarında Quba, Qusar, Xasmaz, Şabran, Xızı, Siyəzən, Dağlıq Şirvanda, Dağlıq Şirvanın eyni zamanda Qobustan, Mərəzi, Hacıqabul ərazilərində bu topa yağış buludlarının güclü inkişafı, hətta bu Sabirabad, Saatlı, Biləsuvar rayonlarına doğru bir sistemin yayılması potensialı var. 15 iyun gündüz saatlarında deməli, Böyük Qafqazın Dağlıq Şirvan ərazisində, Kiçik Qafqazda, Mərkəzi Aranın bu Sabirabad, Biləsuvar, Saryan, Hacıqabul rayonlarında və yardımlı Leriş asırda lokal leysan və dolu potensialı var. Eyni zamanda 15 iyun artıq günorta saatlarına doğru
Quba, Qusar, Xaçmaz, Şabran, Xızı, Siyəzən, Dağlıq Şirvanda, Qobustan, Mərəzər, Xızı ərazisində, Giləzi ərazisində ciddi bir topa yağış buludu gözlənir. Bir daha bildirirəm. 14 iyundan 15 iyundan keçən gecə saatlarında artıq bu Dağlıq Şirvandakı topa yağış buludlarının ilkin aktiv inkişafı gözlənir. 15 iyun gündüz saatlarında isə Dağlıq Şirvan, Qobustan, Mərəzər, Xızı ərazilərindəki topa yağış buludlarının supersel buludlarının çevrilməsi potensialı var. Bu sistem Sumqayıt istiqamətindən Bakı, Abşeron və ətraf qəsəbələrə doğru yayıla bilər. 15 iyun günün ikinci yarısında Dağlıq Şirvanda kifayətlə ciddi bir güclü topa yağış buludlarının və supersel buludların aktiv inkişafı gözlənilir. Baxın, yenə də 15 iyun gündüz saat 14-15 radələrində Quba, Qusar, Xaçmaz, Şabran, Xızı, Siyəzən, Dağlıq Şirvanda, Qobustan, Mərəzər, Ələt istiqamətinə, Ələt rayonu istiqamətinə doğru və Salyana doğru bu sistemin yayılması ən şiddətli proses Qobustan, Mərəzər arasında gözlənir. Burada lokal leysan dolu potensialı var. Kiçik Qafqazda da topa yağış buludlarının aktiv inkişafı gözlənir. Eyni zamanda yardımlı Leriş, Lənkəran, Astara ərazilərində də 15 iyun gündüz saatlarında leysan və dolu potensialı var. Bu proses 15 iyun axşam saatlarına doğru da yenə də Dağlıq Şirvan, Qobustan, Mərəzər, Hacıqabul, Sabirabad, Salyan, Neftçala, Quba, Qusar, Xaçmaz, Şabran, Xızı, Siyəzən, Böyük Qafqazın Balakən, Zaqatala, Şəki, Qax, Oğuz, Qəbələ, İsmailli və eyni zamanda Kiçik Qafqazın Daşkəsən, Gərəbə, Kərbəcər, Şuşa, Laçın, Xankəndi, Zəngəzur, Zəngəzur rayonları ərazisinin yayılması və yardımlı leyiş asarda da lokal leysan və dolu potensialı davam edəcək. 15 iyun axşam saatlarına doğru bu sistem yenə də Dağlıq Şirvanda və Kiçik Qafqazda aktiv inkişaf edəcək. Mərkəzi aranın bu saatlı Biləsuvar rayonlarında da leysan və dolu potensialı var. 15 iyundan 16 iyundan keçən gecə saatlarında Kiçik Qafqazda və Böyük Qafqazda lokal leysan potensialı davam edəcək. 16 iyundakı prosesə biz baxaq. Avropanın bu model Avropanın İCMW, Avropanın orta mənzilli hava tələqatları mərkəzinin modellərinin yağıntı parametrlərinin yenilənmiş məlumatlarıdır. 16 iyundan keçən gecə, artıq 16 iyun, baxaq gündüz saatlarında parası baş verəcək. 15 iyundan 16 iyundan keçən gecə Mingəçevir, Göyçay, Göygöl rayonlarında, eyni zamanda bu Qəbələ, Qax, Şəki rayonlarına doğru və Gəncə rayonuna doğru bu yağış buludlarının paylanması gözlənilir. 16 iyunda keçən gecə saatlarında bu Mingəçevir və ətraf rayonlarda Goranboy, Göygöl, Gəncə, eyni zamanda Bərdə ərazisində, Yevlax, Kürdəmirdə lokal leysan və dolu potensialı var. Bu proses 16 iyun səhər saatlarına doğru artıq bu Ağcabədi, Beyləqan rayonuna doğru yayılacaq. Deməli, orada ciddi bir leysan və dolu potensialı var. 16 iyun artıq gündüz saatlarına doğru bu sistem yenə də, baxın, Mingəçevir və ətraf rayonlarda eyni zamanda bu Beyləqan istiqamətinə doğru, Saatlı istiqamətinə doğru, İmişli istiqamətinə doğru bu sistemin yayılması gözlənilir. 16 iyun günorta saatlarındakı prosesə biz baxanda görürük ki, 16 iyun günorta saatlarında Kiçik Qafqazın Daşkəsən, Gərəbə, Kərbəcər, Şuşa, Laçın, Xankəndi, Zəngəzur, Zəngəzur, Naxçıvan, Dağ kəndlərində, Böyük Qafqazın Quba, Qusar, Xaçmaz, Şabran, Xızı, Siyəzən, Dağlıq Şirvanda yenə də topa yağış buludlarının aktiv inkişafı gözlənilir. 16 iyunda da lokal leysan və dolu potensialı Qobustan, Mərəzər, Xızı, Siyəzən rayonlarında aktiv olacaq. Deməli, buradakı sistemin genişlənməsi baş versə real zamanda Sumqayıt istiqamətindən 16 iyunda növbəti topa yağış buludlarının daxil olması potensialı var. Bu riski nəzərə almaq lazımdır və birbaşa peyk və radar məlumatların təlləri əsasında son dəqiqə məlumatlarını izləmək lazımdır və son dəqiqə məlumatları kanalda birbaşa qısa videolar vasitəsilə yayımlanacaq. 16 iyun axşamına doğru baxaq nə baş verəcək. 16 iyundan 17 iyun içində Kiçik Qafqazda və Böyük Qafqazda lokallaşmış bir leysan prosesləri baş verə bilər. Bunu da izləmək lazımdır. Bu prosesi qəfildən güclənə bilər. Bəzən modellər bunu göstərmir, amma real zamanda bu proses çox güclü ola bilir. 17 iyundan keçən gecə, 17 iyun günün birinci yarısındakı prosesə biz baxaq. 17 iyun günün birinci yarısında, 17 iyun günorta saatlarında, 17 iyun 2026 günorta saatlarında Kiçik Qafqazın Daşkəsən, Gərəbə, Kərbəcər, Şuşa, Laçın, Xankəndi, Zəngəzur, Zəngəzur, Böyük Qafqazın Quba, Qusar, Xaçmaz və Dağlıq Şirvanda yenidən topa yağış buludlarının aktiv inkişafı potensialı var. İyun ayının 17-sindən 18-sindən keçən gecə saatlarında deməli, bu qonşu Gürcüstan ərazisindəki topa yağış buludlarının Qazax, Ağstavat, Tovuz, Şəmkir, Mingəçevir və Böyük Qafqazın Balakən, Zaqatala, Şəki, Qax rayonlarına doğru yayılması potensialı var. Deməli, 18 iyun artıq gündüz saatlarında, 18 iyun gündüz saatlarında
Böyük Qafqazın Quba-Qusar, Kasmas, Şabran, Xızı, Siyazan, Dağlıq Şirvan, Kiçik Qafqazın Daşkəsən, Gədəbə, Kərbəzər, Şuşa, Laçın, Xankəndi, Zəngəzur, Zəngilan ərazilərində 18 iyun gündüz saatlarında lokal leysan və dolu potensialı var. Xüsusilə də Daşkəsən və Gədəbəydə 18 iyun gündüz saatlarında leysan və dolu potensialı var. Eyni zamanda bu 18 iyundan 19 iyuna keçən gecə saatlarında baxanda baş verir. 18 iyundan 19 iyuna keçən gecə Qazax, Ağstavada və Daşkəsən, Gədəbəyin dağ şəhərlərində lokal leysan potensialı davam edəcək. 19 iyun gündüz saatlarında 19 iyun gündüz saatlarında yenidən Bakı, Abşeron, Sumqayıt, Xəzər dənizi akvatoriyasında lokal bir topa yağış buludlarının aktiv inkişafı gözlənilir. Eyni zamanda Quba-Qusar, Kasmas, Şabran, Xızı, Siyazan, Dağlıq Şirvanda, Cəlilabad Asarda və Kiçik Qafqazda lokallaşmış bir topa yağış buludlarının aktiv inkişafı potensialı var. Birbaşa peyç və radar məlumatların təlləri əsasında son dəqiqə məlumatları kanalda yayınlanacaq. 19 iyun gün ikinci yarısına doğru bakın 19 iyun günorta saatlarında Kiçik Qafqazda və Böyük Qafqazda lokallaşmış leysan potensialı var. Lakin 19 iyundan 20 iyuna keçən gecə İSYAM-WF yağıntı siqnallarını göstərmir. 20 iyun günün birinci yarısında 20 iyun günorta saatlarında Kiçik Qafqazda və Quba-Qusarda lokallaşmış bir topa yağış buludlarının inkişaf ehtimalları var. Bu riski nəzərə almaq lazımdır. 21 iyundakı prosesə biz baxaq. 21 iyun, bəli, 21 iyun artıq günorta saatlarında iyunun 21-i günorta saatlarında Daşkəsən, Gədəbəy, Kərbəzər, Şuşa, Laçın, Xankəndi, Zəngəzur, Zəngilanda bu mərkəzi Armud rayonlarının qərb rayonlarında doğru burası yayıla bilər və Böyük Qafqazın deməli Quba-Qusar rayonlarında bir lokal leysan potensialı davam edəcək. 22 iyun tarixindəki prosesə biz baxanda görürük ki, 22 iyun tarixində ciddi bir dəyişiklik yoxdur. 22 iyun günorta saatlarında, yenə də Dağlıq Şirvanda, Böyük Qafqazın Quba-Qusar, Kasmas, Şabran, Xızı, Siyazan, Dağlıq Şirvanın Qobustan mərəzi ərazilərində lokal topa yağış buludlarının aktiv inkişafı gözlənilir. Nəticədə iyun ayının 22-sində yenə də Dağlıq Şirvanda deməli lokal leysan və dolu potensialı var. Ümumilikdə bu barədə mən bunu demək istəyirəm ki, iyun ayının 14-dən başlayaraq 22 iyun tarixindən qədər, yəni 14, 15, 16, 17, 18, 19, 20, 21, 22 iyun tarixinə qədər Qafqazın cənubu Azərbaycan arasında potensial olaraq troposfer qatında qeyri-sabitlik davam edəcək. Havada buludluğun tez artması Böyük Qafqazda, Gəncə Qazaxda, Kiçik Qafqazda leysan dolu proseslər daha güclü olacaq. Dağlıq Şirvandakı leysan dolu ildırım buludlarının 14 iyundan 15 iyuna keçən gecə Bakıya daxil olması potensialı var, Sumqayıta daxil olması potensialı var. Eyni zamanda 15 iyun gün ərzində yenə də Bakıda lokal leysan və dolu potensialı var. 16 iyunda bu proses davam edəcək. Eyni zamanda deməli 22 iyuna qədər bu prosesin tez-tez təkrarlanması ehtimalları var ki, bunun üçün də birbaşa peyç və radar məlumatların təlləri əsasında son dəqiqə məlumatlarını izləmək çox vacib sayılır. İqlim dəyişikliyi nəticəsində qlobal modellərin artıq göstərmədiyi bir proses müşahidə edilir. Qlobal modellər 1990-cı ildən 2020-ci ilə qədərki iqlim dəyişikliyini götürüb belə hesablayır, amma 2026-cı ildəki iqlim dəyişikliyi çox güclü olduğu üçün 2026-cı ildə Bakıda artıq 2 dəfəyə qədər dolu prosesləri baş verib. Bundan sonra da dolu proseslərində, leysan proseslərində artım tendensiyası davam edə bilər. Bu riskləri dərindən araşdırmaq lazımdır və bu proseslərə artıq hazırlıqlı olmaq çox vacib sayılır.